mərkəzdə 7 nömrəli məktəbin yanında 2 mərtəbəli həyət evindən söhbət gedir. Bu qiymətə inanın mənə, sizə tam səmimi deyirəm, ikinci bir fürsət olmayacaq. 10 gün müddətinə ev satılmalıdır. Kimə maraqlıdırsa buyursun, video görəcək, nömrəmiz görsənir. Buyursun, əlaqə saxlasın, gələk birbaşa sahibi ilə danışaq. Satış çox təcilidir. Buyurun videoya baxın, ətraflı məlumat üçün nömrəmiz görsənir. Diqqət etsin, çox sağ olun. Mingəçevir şəhərinin tam mərkəzində 7 nömrəli orta məktəbə çox yaxın ərazidə 2,5 sot torpaq sahəsində 6 otaqlı sənədləri tam qaydasında olan gördüyünüz həyət evi təcili olaraq satılır. Əziz izləyicilər, həyət evi çox münasib bir yerdədir. Şəhərin tam mərkəzində. 7 nömrəli orta məktəbə çox yaxın ərazidədir. Heydər Əliyev parkından 200-300 metr məsafə aralıqda. İki mərtəbəli 6 otaqdan ibarətdir. Bütün sənədləri tam qaydasındadır. Əziz izləyicilər, 6 otaqdan əlavə bir otağı var ki, hansı ki girişi birbaşa çöldən açılır. Hal-hazırda kirayəkeş qalır orada. 200 manata aylıq kirayəkeş saxlayırlar orada. Qiymətə daxildir o otaqda. Bir daha təkrar edirəm, Mingəçevir şəhərinin tam mərkəzində 7 nömrəli orta məktəbə yaxın ərazidə 2,5 sot torpaq sahəsində 2 mərtəbəli 6 otaqlı həyət evi təcil olaraq satılır. Evin bütün sənədləri tam qaydasındadır. Əlavə olaraq girişi birbaşa çöldən açılan bir otaqlı ev var, hansı ki hal-hazırda 200 manat kirayə verilib aylıq gəlir gətirir. Qiymətə daxildir, evin torpağına daxildir o otaqda. Real alıcılara endirim olacaq. Ətraflı məlumat üçün nömrəmiz görsənir. Diqqətiniz üçün çox sağ olun.